Azyaşlı bir uşağın böylələrə məxsus mühitdə gecə saatlarında səhnəyə çıxarılıb diqqət mərkəzinə çevrilməsi normal bir hal deyil. Çünki uşaq hələ emosional və psixoseksual inkişaf mərhələsindədir. O, bədənini, sərhədlərini və kimliyini təhlükəsiz mühitdə tanımalı olduğu bir dövrdədir. Bəs belə hallarda risklər nələr ola bilər? Ən birincisi, erkən seksualizasiya riskidir. Uşaq yaşına uyğun olmayan rollara daxil ola bilər və böyüklərin baxışını normal kimi qəbul etməyə başlayar. İkinci risk, obyektləşdirmə. Uşaq özünü bir fərd kimi yox, baxılan və qiymətləndirilən bir obyekt kimi hiss edə bilər. Üçüncü risk isə dəyər bərabərdir diqqət sxemi. Yəni, dəyərli olmaq üçün görülməli, alqışlanmalı və diqqət çəkməli olduğuna inana bilər. Üçüncüsü isə şəxsi sərhədləri zəifləyə bilər. Çünki hansı mühitin təhlükəsiz, hansının uyğun olmadığını ayırd edəcək psixoloji yetkinlik hələ formalaşmayıb. Bu proseslər bir anda travmaya çevrilmir. Amma gələcəkdə özünə dəyər problemləri, münasibətlərdə təsdiqə həddindən artıq ehtiyac, bədənlə bağlı qarışıqlıq kimi nəticələr doğura bilər. Məsələ sensasiya yaratmaq deyil. Məsələ inkişaf psixologiyasıdır. Hər yaşın öz psixoloji sərhədləri var. Hüquqi baxımdan da uşağın ali maraqları əsasdır. Və o, həm mənəvi, həm də psixoloji inkişafına zərər verə biləcək təsirlərdən qorunmalıdır. Biz bəzi görüntüləri şirin hesab edə bilərik. Amma hər şirin görünən şey sağlam olmur.